Salam dəyərli dostlar, bu video dərsimizdə fonetikada olan, xüsusən də samitlər bölməsində olan qaydalarla bağlı bəzi istisna sözləri diqqətinizə çatdıracağam. Deməli, birincisində də biz bilirik ki, qoşa y samiti sözün kökündə gələrsə, tələffüz zamanı hər ikisi tələffüz edilir. İyyat, iyyət, iyyə kimi qoşularsa, tələffüzdə y-nın biri düşürdü. Ancaq bu istisnadır. Baxmayaraq ki, buradakı sözlərdə qoşa y samiti sözün daxilindədir, sözün kökündədir, amma yenə də tələffüzdə bir y ilə deyilir. Vəziyyət, vəsiyyət, səhiyyə, səviyyə, heysiyyət, məziyyət, səciyyə. Bu sözlərdə qoşa y samiti sözün kökündə olmasına baxmayaraq bir y ilə tələffüz edilir. Rus-Avropa mənşəli sözlərin bəzilərində qoşa k samitləri tələffüzdə bir k kimi deyilir. Məsələn, akordeon, akkumulyator və s. Söz ortasında yanaşı gələn kar samitlərdən biz bilirdik ki, ikincisi tələffüz olunurdu. Məsələn, deyək ki, asfalt yazılır, asfalt tələffüz olunur. Məxfi yazılır, məxvi kimi tələffüz edilir. Ancaq bəzi istisna sözlər var ki, baxmayaraq söz ortasında müxtəlif cinsli kar samitlər gəlir, ancaq bunlar deyilişi fərqlənmir. Məsələn, mister yazılır, olduğu kimi qalır, taksi yazılır, olduğu kimi qalır, məşhur yazılır, olduğu kimi deyilir. Zaten məşhurda h-nın qarşılığı yoxdur, necə dəyişsin, yazıq. Sonra, h-t hərf birləşməsində tələffüz zamanı bəzən t-lar d kimi tələffüz olunur. Məsələn, möhtərəm, möhtərəm, möhtəşəm, möhtəşəm. Ancaq buradakı istisna sözlərimizdə bu dəyişiklik baş vermir. Ehtimal, ehtişam, ehtiram, ehtiyac yazılır və yazıldığı kimi tələffüz olunur. Yadda saxlayın. Başlanğıcı ehti sözü ilə başlayan sözlər ehtimal, ehtişam, ehtiram, ehtiyac olduğu kimi tələffüz olunur. Bugünkü videomuz bu qədər. Növbəti dərslərdə görüşənədək.